Allahın planı cəza üzərində deyil, fədakarlıq üzərində qurulmuşdu. Bu plan möcüzəvi bir doğuluşla başladı. Tövratda belə bir peyğəmbərlik var. Budur, bakirə qız hamilə olub bir oğul doğacaq. Yeşaya 7:14. Qur'an da bu möcüzəni təsdiqləyir. Məryəm surəsində mələk Məryəmə belə deyir. Mələk dedi, mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm. Məryəm 19. Məryəm təəccüblə soruşur. Mənə bir insan toxunmadığı, özüm də zinakar olmadığım halda necə mənim övladım ola bilər? Məryəm 20. Cavab isə belə olur. Mələk dedi, bu belədir. Lakin Rəbbin buyurdu, bu mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir. Məryəm 21. Beləliklə, İsa'nın doğuluşu sadəcə bir möcüzə deyil. Bu, Allahın bərpa planının başlanğıcı idi. İncil bizə izah eləyir ki, Allah insanı uzaqdan izləmədi. O, insanın ağrısını paylaşmaq üçün tarixə daxil oldu. İsa Məsih belə deyirdi. İnsanoğlu xidmət olunmağa deyil, xidmət etməyə və bir çoxları uğrunda canını fəda verməyə gəldi. Allahın planı belə idi. İnsanın ödəyə bilmədiyi günah borcunu Allah öz kəlamı vasitəsilə özü ödədi. Bu, bənzərsiz bir sevgidir. Qur'an da İsa'nın uca mövqeyini təsdiqləyir və onu Allahdan gələn bir kəlimə adlandırır. O zaman mələklər dedilər, ey Məryəm, həqiqətən Allah səni öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdəliyir. O, bu dünyada və axirətdə şan şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır. Başqa bir ayədə isə belə buyurulur. Onlar onu öldürmədilər və çarmıxa çəkmədilər. Əksinə, Allah onu öz dərgahına ucaltdı. Allah qüdrətlidir, hikmət sahibidir. Peyğəmbər Yeşaya da onun çəkəcəyi istirablar haqqında əsrlər əvvəl belə demişdi. Onun Allah tərəfindən cəzalandırıldığını, vurulub istirab çəkdiyini zənn etdik. Amma Rəbb özü onun bu istirablarını istədi, çəkdiyi əziyyətlər onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, nəsil görəcək, ömür uzadacaq, Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. Qur'an, İsa'nın həyatının xüsusi olduğunu da belə ifadə eləyir. Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun. Məryəm 19-15. İsa Məsih öz haqqında belə deyir. Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun. Məryəm 20-33. Əziz dinləyənlər, diqqətlə baxsaq, böyük bir həqiqəti görəcəyik. Tövrat o kəlamın gələcəyini vəd etdi. İbrahimin qurbanı həmin planın işarəsini göstərdi. Peyğəmbərlər onun əzabını əvvəlcədən xəbər verdi. İncil onun kəffarə olduğunu açıqladı. Qur'an isə onun Allah qatındakı ucalığını bəyan etdi. Allah insanı tərk etmədi. O, insanla barışmaq üçün öz kəlamını göndərdi. İndi isə sual budur. Bu böyük sevgi qarşısında qəlbimizi açmağa hazırmıyıq? Dinlədiyiniz üçün təşəkkür eləyirəm. Allahın mərhəməti və sülhü üzərinizdə olsun.